Salam əziz izləyicilər. Bugün sizə tarixin ən qaranlıq isimlərindən biri olan Adolf Hitlerin həyat hekayəsini danışacağam. Adolf Hitlerin həyat hekayəsi bəşəriyyət tarixinin ən qanlı səhifələrinin yazılmasına səbəb olan bir prosesin başlanğıcıdır. O 20 aprel 1889-cu ildə Avstriyanın Braunau am Main adlı kiçik bir sərhəd qəsəbəsində dünyaya gəlmişdir. Atası Alois Hitler sərt, intizamlı və daxili gömrük məmuru idi. Anası Klara isə övladına qarşı həddindən artıq qayğıkeş bir qadın idi. Uşaqlıq illərində atasının fiziki və mənəvi təzyiqlərinə məruz qalan Adolf, erkən yaşlarından etibarən üsyankar və içinə qapalı bir xarakter nümayiş etdirməyə başladı. Onun gənclik illərindəki yeganə və ən böyük xəyalı rəssam olmaq idi. Bu məqsədlə o Avstriyanın mədəniyyət mərkəzi olan Viyanaya yollandı və Viyana İncəsənət Akademiyasına qəbul olmaq üçün imtahan verdi. Lakin akademiyanın münsiflər heyəti onun istedadını yetərsiz hesab edərək 2 dəfə rədd cavabı verdi. Bu uğursuzluq gənc Hitlerin həyatında dərin bir travma yaratdı. Viyanada keçirdiyi yoxsulluq və evsizlik illəri Hitlerin gələcək siyasi ideologiyasını formalaşdığı dövrdür. O, bu şəhərdə küçələrdə rəsmlər və açıq calaq sataraq dolanır, eyni zamanda dövrün populyar antisemit, Yahudi əleyhdarı, ırqçı və ifrat millətçi qəzetlərini, broşürlərini oxuyurdu. Viyananın o zamanki bələdiyyə sədri Karl Lueger'in xalqı manipulyasiya edən antisemit ritorikası Hitlerin düşüncə tərzinə dərindən təsir etdi. O, Almaniyanın və Alman millətinin qarşılaşdığı bütün iqtisadi və sosial problemlərin arxasında Yahudilərin dayandığına dair xəstəlikli bir inanc formalaşdırdı. Avstriya-Macaristan imperiyasının çox millətli strukturunu nifrət edən Hitler özünü tamamilə Alman kimliyi ilə eyniləşdirdi. 1914-cü ildə Birinci Dünya müharibəsinin başlaması Hitleri bu böhrandan və yoxsul həyatdan xilas edən bir fürsət oldu. O, Avstriya ordusunda xidmət etmək istəmədiyi üçün Almaniyanın Bavariya alayına könüllü olaraq qatıldı. Müharibə dövründə cəbhədə kuryerlik edən Hitler, cəsarətinə görə 1-ci və 2-ci dərəcəli dəmir xaç ordenləri ilə təltif olundu. Müharibə onun üçün həyatın mənasının tapıldığı bir sahə idi. Lakin 1918-ci ilin noyabrında Alman ordusunun qaz hücumuna məruz qalması nəticəsində xəstəxanada müvəqqəti körlük müalicəsi alarkən Almaniyanın təslim olduğunu və müharibənin uduzulduğunu öyrəndi. Bu xəbər onun dünyasının başını uçurdu. O, Alman ordusunun döyüş meydanında məğlub olmadığına, əksinə daxildəki xainlər, siyasətçilər, sosialistlər və yahudilər tərəfindən arxadan bıçaqlandığına, Dolçoto-Blegende teoreminə inanaraq qisas andı içdi. Müharibədən məğlub və iqtisadi cəhətdən darmadağın çıxmış Almaniyada Versal sülh müqaviləsinin ağır şərtləri xalq arasında böyük bir qəzəb və çarəsizlik dalğası yaratmışdı. Hitler ordunun tapşırığı ilə Münxendə fəaliyyət göstərən müxtəlif siyasi qrupları casus kimi izləməyə başladı. Bu çərçivədə tanış olduğu kiçik bir qrup, Alman Fəhlə Partiyası onun diqqətini çəkdi. Qısa müddətdə bu partiyanın üzvü olan Hitler özünün qeyri-adi natiqlik məharəti və kütlələri coşdurmaq bacarığı ilə fərqləndi. O, partiyanın adını Milli Sosialist Alman Fəhlə Partiyası NSDAP nasist olaraq dəyişdirdi və onun mütləq liderinə çevrildi. 1923-cü ildə iqtisadi böhranın ən pik nöqtəsində Hitler hökuməti devirmək məqsədi ilə pivəxana qiyamı adlanan uğursuz bir dövlət çevrilişinə cəhd etdi. Cəhd uğursuzluqla nəticələndi. Hitler həbs olundu və dövlətə xəyanətdə ittiham edildi. Məhkəmə prosesi Hitlerin uduzluğu deyil, əksinə bütün ölkə miqyasında tanındığı bir platformaya çevrildi. Cəmi 9 ay həbsdə qalan Hitler bu müddət ərzində gələcək planlarını və ideoloji təməllərini əks etdirən Mein Kampf, Mənim Mübarizəm adlı kitabını yazdı
Kitabda o Yahudilərin Avropadan tamamilə təmizlənməsini, komünizmin məhv edilməsini və Alman xalqı üçün Şərqi Avropada Lebensraum, həyat sahəsi fəth edilməsini vacibliyini açıq şəkildə bəyan edirdi. Həbsdən çıxdıqdan sonra Hitler taktikasını dəyişdi. O artıq hakimiyyəti silah gücü ilə deyil, demokratiyanın qaydalarından istifadə edərək seçkilər vasitəsilə qanuni yolla ələ keçirməyə qərar verdi. 1929-cu ildə başlayan Böyük Depressiya, dünya iqtisadi böhranı nasistlərin gözlədiyi tarixi fürsəti yaratdı. Almaniyada işsizlərin sayı 6 milyonu keçmişdi. Orta təbəqə müflis olmuşdu və xalq mövcud Weimar Respublikasının demokratik sisteminə inamını tamamilə itirmişdi. Hitler xalqa iş, çörək, sabitlik və Versal müqaviləsinin zəncirlərini qırmağı vəd edirdi. 1932-ci il seçkilərində Nasist partiyası parlamentdə ən çox yer qazanan qüvvəyə çevrildi. Ölkənin qocaman prezidenti Paul von Hindenburg və sarıcı elita Hitleri idarə edə biləcəklərini düşünərək 30 yanvar 1933-cü ildə onu Almaniyanın kansleri, baş naziri təyin etdilər. Lakin Hitler qısa müddətdə onları yanıltdı. Fevral ayında parlament binasının Reichstag yandırılmasını bahanə edərək bütün konstitusyon hüquqları ləğv etdi. 1934-cü ildə Hindenburg'un ölümündən sonra isə prezidentlik və kanslerlik postlarını birləşdirərək özünü rəsmən Führer, yəni rəhbər elan etdi və Almaniyada totalitar diktatura rejimi bərqərar oldu. Adolf Hitlerin hakimiyyəti dövründə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayət Holokost, yəni Yahudi soyqırımıdır. Son 10 illiklərdə bəzi qeyri-rəsmi rəvayətlər və konspiroloji iddialar ortaya atılmışdır. Bu iddialara görə güya Hitler Yahudiləri qətlə yetirməmiş, əksinə onların Avropadan qaçaraq Fələstinə və dünyanın digər bölgələrinə yayılmasını, bir növ köç etməsini təyin etmək üçün gizli şəkildə onlara kömək etmişdir. Yenə eyni iddialara görə soyqırım adı altında əslində Alman və digər Avropa millətlərindən olan müxtəlif kəndlər yandırılmış, Yahudilər isə sadəcə qaçqın statusu ilə qitədən uzaqlaşdırılmışdır. Lakin dünya tarixşünasları, açılmış dövlət arxivləri, nasistlərin özlərinin saxladığı milyonlarla rəsmi sənəd, topografik sübutlar və sağ qalan şahidlərin ifadələri bu iddiaların tamamilə əsassız olduğunu və Holokostun acı, inkar edilməz bir tarixi gerçəklik olduğunu ortaya qoyur. Hitlerin Yahudilərə kömək etməsi və ya onların kökünü təşkil etməsi mifi tarixin ən böyük manipulyasiyalarından biridir. Nasist rejiminin Yahudi siyasəti mərhələli şəkildə kütləvi qətliama doğru irəliləmişdir. 1935-ci ildə qəbul edilən Nürnberg qanunları ilə Yahudilərin vətəndaşlıq hüquqları əllərindən alınmış, Almanlarla evlənmələri qadağan edilmiş və onlar cəmiyyətdən təcrid olunmuşlardır. 1938-ci il noyabrın 9-dan 10-na keçən gecə baş verən və tarixi bülluq gecə Crystal Night kimi düşən və dövlət tərəfindən idarə olunan talanlar zamanı Yahudilərə məxsus minlərlə sinagog, ev və iş yeri darmadağın edilmiş, yüzlərlə insan qətlə yetirilmiş və 30 minə yaxın Yahudi həbs düşərgələrinə göndərilmişdir. Bu hadisə fərqli təzyiqlərin sistemli dövlət terroruna çevrilməsinin rəsmi başlanğıcı idi. Müharibədən əvvəl nasist rəhbərliyi Yahudiləri Avropadan sürgün etmək, məsələn Madagaskar adasına köçürmək planları nəzərdən keçirsə də, 1939-cu ildə 2-ci Dünya müharibəsinin başlaması və sərhədlərin bağlanması ilə bu yanaşma tamamilə dəyişdi. 1941-ci ildə SSRİ-yə hücumdan sonra işğal olunmuş ərazilərdə fəaliyyət göstərən xüsusi nasist ölüm dəstələri Einsatzgruppen milyonlarla Yahudini kütləvi şəkildə güllələyərək quyulara doldurmağa başladı. 1942-ci il yanvarın 20-sində Berlində keçirilən Bednam-Vans konferansında Wannsee konferans isə nasist elitası Yahudi məsələsinin son həlli Endlösung der Judenfrage planını qəbul etdi
Bu plan Avropadakı bütün Yahudilerin sanayi üsuluyla sistemli şekilde tamamıyla məhv edilmesini nəzərdə tuturdu. Bu məqsədlə işğal olunmuş Polşa ərazilərində Auschwitz, Birkenau, Treblinka, Belzec və Sobibor kimi xüsusi ölüm düşərgələri quruldu. Bu düşərgələrə qatar vaqonlarında gətirilən milyonlarla insan, qadınlar, uşaqlar, qocalar heç bir fərq qoyulmadan birbaşa dezinfeksiya otağı adı altında qaz kameralarına salınır və burada Ziklon B qazı ilə boğularaq öldürülürdü. Cəsədlər isə düşərgələrin nəzdində fəaliyyət göstərən nəhəng krematoriyalarda yandırılırdı. Konspiroloji iddialarda bəhs edilən Alman və Avropalı kəndlərin yandırılması faktı isə nasistlərin partizan hərəkətlərinə qarşı keçirdiyi cəza tədbirlərinin və rejim əleyhdarlarının kommunistlər, sosialistlər, qaraçılar, hərbi əsirlər məhv edilməsinin nəticəsi idi. Yəni bu Yahudi qətliamını gizlətmək üçün deyil, rejimin ümumi qəddarlığının və geniş miqyaslı terrorunun bir parçası idi. Müharibənin sonuna qədər təxminən 6 milyon Yahudi və milyonlarla digər millətlərin nümayəndələri bu ölüm maşınının qurbanı oldu. 1 sentyabr 1939-cu ildə Almaniyanın Polşaya hücumu ilə bəşəriyyət tarixinin ən dağıdıcı münaqişəsi, İkinci Dünya müharibəsi başladı. Hitler ordunun tətbiq etdiyi və tank diviziyaları ilə hərbi aviasiyanın sinxron hərəkatına əsaslanan Blitzkrieg ildırım sürətli müharibə taktikası sayəsində qısa müddətdə demək olar ki, bütün Avropanı diz çöktürdü. Fransa bir neçə həftəyə təslim oldu, Britaniya ordusu qitədən sıxışdırılıb çıxarıldı, Avropanın mütləq hakiminə çevrilən Hitlerin təkəbbürü və hərbi generalların peşəkar məsləhətlərini qulaq ardına vurması onu fəlakətə aparacaq böyük hərbi strateji xətaların təməlini qoydu. Hitlerin ən böyük və ölümcül xətası 22 iyun 1941-ci ildə Barbarossa planını işə salaraq Sovet İttifaqına hücum etməsi oldu. 1939-cu ildə Stalinlə imzalanmış hücum etməmək paktını pozan Hitler tarixin acı dərslərini və Napoleonun Rusiyada məruz qaldığı iflası tamamilə görməzdən gəldi. O Sovet sisteminin daxildən çürük olduğunu və bir neçə aya çökəcəyini iddia edirdi. Lakin müharibə uzandıqca sonsuz Rusiya coğrafiyası, dözülməz qış soyuqları, təchizat xəttlərinin həddindən artıq uzanması və ən əsası Sovet xalqının göstərdiyi şiddətli müqavimət Alman ordusunu çıxılmaz bataqlığa sürüklədi. Almaniya eyni anda həm qərbdə Britaniya ilə hava və dəniz döyüşləri, həm də şərqdə vuruşaraq iki cəbhəli müharibə fəlakəti ilə üz-üzə qaldı. Müharibənin gedişatında Hitlerin generallarla münasibətləri kəskinləşdi. O peşəkar Rusiya hərbi məktəbinin yetirmələri olan generallarının geri çəkilmək, qüvvələri yenidən qruplaşdırmaq və strateji manevrlər etmək təkliflərini qətiyyətlə rədd edir, nə olursa olsun durduğunuz mövqedə qalın və ölün əmrini verirdi. Bunun ən bariz və faciəvi nümunəsi 1942-1943-cü illərdə baş verən Stalingrad döyüşü oldu. Hitlerin şəhərin adının simvolik əhəmiyyətinə görə inadkarlıq etməsi, General Paulus tərəfindən idarə olunan bütöv bir Alman ordusunun 6-cı ordu mühasirəyə düşərək tamamilə məhv olmasına və təslim olmasına gətirib çıxardı. Stalingrad müharibənin dönüş nöqtəsi oldu. Bu andan etibarən nasist orduları bir daha irəliləyə bilmədi və geri çəkilməyə başladı. Hitlerin digər bir böyük xətası isə Yaponiya Pearl Harbora hücum etdikdən sonra heç bir məcburiyyət olmadığı halda ABŞ-a müharibə elan etməsi oldu. O dünyanın ən böyük sənaye və iqtisadi gücünü birbaşa qarşısına aldı. 1944-cü ilin iyununda müttəfiqlərin Normandiya çıxartması D-day ilə qərb cəbhəsi ilə rəsmən açıldı. Hitler çıxartmanın ilk saatlarında yatmışdı və onun şəxsi icazəsi olmadan tank diviziyalarını hərəkətə keçirməyə qorxan qərargah mühüm vaxt itirdi. 1944-cü ilin qışında Ardın dağlarında təşkil etdiyi son ümidsiz əks hücum
Ardın əməliyyatı da yanacaq və resurs çatışmazlığı səbəbindən iflasa uğradıqdan sonra 3-cü Reyhin sonunu gəldiyi artıq hər kəsə bəlli idi. Müharibənin son mərhələsində Josef Stalin və Adolf Hitler arasında pərdə arxası münasibətlər barədə bir çox konspiroloji fərziyyələr irəli sürülmüşdür. Xüsusilə cəbhənin çökməyə başladığı dövrlərdə Stalin Hitlerə gizli sülh təklifi məktubu yazdığı və iki liderin müharibəni dayandırmaq üçün gizli danışıqlar apardığı iddia olunur. Lakin rəsmi Sovet və Alman arxivlərinin açılmasından sonra sübut olundu ki, 22 iyun 1941-ci il hücumundan sonra iki diktator arasında heç bir birbaşa məktublaşma və ya yazışma baş verməmişdir. Bu müharibə mütləq şəkildə bir-birini yox etmək üzərinə qurulmuş ideoloji barışmaz bir ölüm-dirim savaşı idi. Stalin öz müttəfiqləri Roosevelt və Churchill ilə yazışmalarında Hitleri yalnız qeyd-şərtsiz təslim etməyə məcbur etmək prinsiplərini müzakirə edirdi. 1945-ci ilin aprelində Qırmızı Ordu artıq Berlin küçələrinə daxil olmuşdu. Şəhər tamamilə mühasirədə idi. Göydən bombalar yağırdı, reallıq hissini tamamilə itirmiş Hitler, Reichskanzler və Yarayanın həyatında yerin 10 metr dərinliyində yerləşən yeraltı sığınacaqda Führer bunker gizlənirdi. O fiziki olaraq çökmüşdü, sol qolu titrəyirdi və xəritə üzərində artıq mövcud olmayan, kağız üzərində qalmış xəyali ordulara hücum əmrləri verirdi. Son günlərində yanında yalnız təbliğat naziri Joseph Goebbels, şəxsi katibi Martin Bormann və uzun illik sevgilisi Eva Braun qalmışdı. İtaliya diktatoru Benito Mussolini'nin partizanları tərəfindən tutularaq edam edilməsi və cəsədinin ayaqlarından asılaraq xalqa nümayiş olunması xəbəri Hitlerə çatdıqda o eyni rüsvayçılığı yaşamaqdan qorxdu və cəsədinin düşmən əlinə keçirməsi üçün yandırılmasını əmr etdi. 29 aprel 1945-ci ildə Hitler sığınacaqda Eva Braunla rəsmi nikaha girdi və özünün siyasi və şəxsi vəsiyyətnaməsini diktə etdi. Vəsiyyətnaməsində o törətdiyi fəlakətlərə görə yenə də Yahudiləri ittiham edir və Alman xalqını mübarizəni davam etdirməyə çağırırdı. Ertəsi gün 30 aprel 1945-ci ildə saat 15:30 iradələrində Adolf Hitler və Eva Braun sığınacaqdakı xüsusi otaqlarında intihar etdilər. Eva Braun siyanid zəhəri qəbul etdi, Hitler isə eyni anda həm zəhər kapsulunu dişlədi, həm də tapança ilə başına ateş açdı. Vəsiyyətinə uyğun olaraq sadiq köməkçiləri onların cəsədlərini sığınacağın bağçasına çıxardı, üzərinə benzin tökərək yandırdılar. Müharibədən sonra Hitlerin sığınacaqda ölmədiyi, xüsusi bir sualtı qayıqla Argentinaya qaçdığı barədə əfsanələr yayıldı. Lakin Sovet əsgərləri tərəfindən tapılan yanmış qalıqlar və xüsusilə Hitlerin çənə sümüyü üzərində aparılan diş ekspertizası onun şəxsi stomatoloqunun qeydləri ilə müqayisə edilərək ölən şəxsin qəti olaraq Hitler olduğunu sübut etdi. 2018-ci ildə fransız alimlərinə Moskva arxivlərində saxlanılan bu qalıqlar üzərində yenidən müasir analizlər aparmağa icazə verildi və onun 1945-ci ildə öldüyü bir daha elmi şəkildə təsdiqləndi. Hitlerin ölümü ilə 3-cü Reich rəsmən süqut etdi və onun yaratdığı totalitar rejim arxasında 60 milyondan çox insanın ölümünü, darmadağın edilmiş bir Avropanı və parçalanmış bir Almaniyanı qoydu. Tarix mütləq diktaturanın nifrət ideologiyasının və radikalizmin bir milləti necə uçuruma apara biləcəyinin ən ağır dərsini beləcə qeyd etdi. Bəli dostlar, videomuzu bəyəndinizsə videonu bəyənməyi, kanalımıza abunə değilseniz abunə olmağı və videolarımıza like qoymağı unutmayın. Sağ olun və Allah amanında qalın. Er jagt ich mir eine Kugel durch den Kopf.